Tənliyi həll edin. X 4 çıx 5x kubu plus 8x kvadrat çıx 5x plus 1 bərabərdir 0. Bu tənlik 4 dərəcəli simmetrik tənlikdir. X kvadratı bu tənliyin kökü olmadığı üçün tənliyin hər tərəfini x kvadratına bölürük. X kvadratına böldüyümüz zaman burada olacaq birinci tərəf x 4 bölü x kvadratı x'in kvadratı çıxaq. Burada qalacaq deməli 5x, burada olacaq 8. Çıxılsın deməli 5 bölü x plus 1 böl x'in kvadratı bərabərdir 0'da bölsə x kvadratını yenə 0 verəcəkdir bizə. X kvadrat üstəgəl bu ifadəni yazıram 1 böl x'in kvadratı mənfi 5x çıxılsın 5 böl x plus 8 bərabərdir 0. Mən bu ifadəni yazıram x plus müxtəsər vurma üsulunu tətbiq edirik 1 böl x'in kvadratı. A plus B kvadrat, A kvadrat, B kvadrat 2AB. 2AB burada yoxdur. Ona görə də həmin o 2'ni buradan çıxırıq. Mənfi 5'i ortaq vuruş kimi çıxardıram mötərizə xaricinə. X plus 1 bölü x plus 8 bərabərdir 0. X plus 1 bölü x'in böyük ehtimalla burada əvəz etməklə kvadrat tənliyi alacağıq. Çıxılsın 5 vuraq. X plus 1 bölü x mənfi 2 plus 8 bizə müsbət 6 verir. Bərabərdir 0. X üstəgəl 1 bölü x-a hər hansı bir y deyirik. Bu hər hansı bir əvəzləmədir. Demək y kvadrat çıx 5y plus 6 bərabərdir 0. Diskriminant bərabərdir 1. Y bərabərdir 5 plus minus 1 böl 2a. A'mız 1'dir 2. 6 böl 2 demək tənliyin bir kökü 3 olur. 5 çıx 1 4, 4 böl 2 2. O birisi isə 2 olur. 3 ən 2 aparıb əvəzləmədə yerinə yazmaq lazımdır. X üstəgəl 1 bölü x bərabərdir 3. X plus 1 bölü x bərabərdir 3. Bir dənə də deməli x plus 1 bölü x bərabərdir 2. Bu tənliyi həll edərkən bunun hər tərəfini x-a vuruq. Olur demək x'in kvadratı. Bunu x-a vuranda olur deməli 1, müsbət 1. Bu da 3x. 3x sola keçiririk. Çıx 3x plus 1 bərabərdir 0. Buradan d bərabərdir. 3'ün kvadratı 9 çıx 4 5. 5 x bərabərdir. Bilirik ki kvadrat tənliyi diskriminasyonla həll olunur. 3 plus minus kök altda 5 bölünsün 2. Deməli tənliyin burada 2 dənə kökü var. Bunu da həll edib hər tərəfini x-a vuranda deməli x kvadrat plus 1 bərabərdir 2x. 2x sola keçiririk. X kvadrat çıx 2x. Çıx 2x plus 1 bərabərdir 0. Bu da bizə verir x çıx 1'in kvadratı bərabərdir 0. X çıx 1 0. X da bərabərdir 1. Beləliklə verilmiş 4 dərəcəli tənliyin 3 dənə kökü olur. Tənliyin kökü hansılardır? 3 plus kök altda 5 böl 2. 3 çıx kök altda 5 böl 2. Deməli bir də 1. Verilmiş tənliyin deməli 3 dənə kökü olur. 3 plus kök altda 5 böl 2, 3 çıx kök altda 5 böl 2 və 1. 3 dənə deməli kökü olur tənliyin.